olasan oğul. Ölmedi oğul, ahır ki bu günü de gördü. Təsəvvür edin, bir parka daxil olursunuz və yüzlərlə valideynin öz övladının çəkisini, boyunu, maaşını və evinin olub-olmadığını yazan kağızlarla sanki bir əşya kimi onları bazara çıxardığını görürsünüz. Xeyr, bu fantastik bir film deyil. Bu, Çinin bəzi şəhərlərində illərdir mövcud olan real bir tanışlıq ənənəsidir və bu gün sizi Şanxayın mərkəzində yerləşən dünyanın ən qeyri-adi evlilik bazarlarından birinə aparacağam. Doyumdur. Hala ki mən evlənmək fikrində deyiləm. Şanxayda People's Park, yəni Xalq Parkında uzun illərdir insanların Xianqin Qiao adlandırdığı bir tanışlıq şüşəsi fəaliyyət göstərir. Xianqin Çin dilində ənənəvi olaraq tanışlıq və ya evlilik məqsədli görüş mənasında işlənir. Bu səbəbdən xarici mediada və turist materiallarında bura çox vaxt Shanghai Marriage Market, Şanxay evlilik bazarı kimi təqdim olunur. Mən evlənmirəm. Evleneceksen. Evlənməyəcəyəm. Evleneceksen. Evlənməyəcəyəm. Həftə sonları parka gələn valideynlər və digər yaşlı qohumlar subay övladları üçün uyğun həyat yoldaşı axtarırlar. Amma burada mühüm bir fərq var. Bu, insanın qiymətinin qoyulduğu adi bazar deyil. Burada qız və oğlanlar rəflərdə dayanıb satılmır. Əslində söhbət ənənəvi tanışlıq və həyat yoldaşı axtarışından gedir. Sadəcə bu prosesin əsas iştirakçıları çox vaxt gənclərin özləri deyil, onların valideynləridir. Bəs bu sistem tam olaraq necə işləyir? Bu parklarda hər hansı bir agentlik və ya rəsmi təşkilat yoxdur. Hər şey tamamilə könüllüdür. Valideynlər evdən gətirdikləri çətirləri yerə düzürlər. Çətir burada sadəcə yağışdan və ya günəşdən qorunmaq üçün deyil, bir növ reklam stendi rolunu oynayır. Çətirlərin üzərinə övladlarının evlilik CV'si yapışdırılır. Bu sənədlərdə gənclərin şəkilləri demək olar ki, heç vaxt olmur. Çünki vizual görünüşdən daha vacib olan şeylər var. Rəqəmlər və status. Həmin bu evlilik CV'sində gənclərin doğum tarixi və bürcü, təhsili, magistr və ya fəlsəfə doktoru olması böyük üstünlükdür. Aylıq gəliri və işlədiyi şirkət, ən əsası isə hukuk statusu, yəni hansı şəhərdə qeydiyyatda olduğu, həmçinin evinin və maşının olub-olmaması yazılır. Valideynlər sanki böyük bir holdingə müdür axtarırmış kimi parkda gəzir, digər çətirlərdəki elanları oxuyur, bəyəndikləri namizədlərin valideynləri ilə danışıb qeydlər götürürlər. Əgər şərtlər hər iki tərəfə uyğun gələrsə, nömrələr mübadilə edilir. Çində bu bazarlarda qaydalar çox sərt və rəqabət amansızdır. Ümumiyyətlə, evlilik daha çox sevgi və emosional bağ üzərində qurulsa da, bu bazarlarda tamamilə iqtisadi sabitlik ön plandadır. Məsələn, bir kişinin bu bazarda şansı olması üçün onun mütləq öz evi və maşını olmalıdır. Çin mədəniyyətində ailə quracaq kişinin gələcək nəslə təhlükəsiz mühit təmin etməsi mütləq bir qayda olaraq qəbul edilir. Şanxay və ya Pekin kimi metropollarda ev qiymətlərinin astronomik dərəcədə baha olduğunu düşünsək, gənc bir kişinin tək başına ev alması demək olar ki, qeyri-mümkündür. Buna görə də oğlan valideynləri illərlə pul yığıb övladlarını ev alırlar ki, bu bazarda rəqabətə davam gətirə bilsinlər. Digər vacib bir məqam isə hukukudur. Hukuk Çindəki rəsmi yaşayış qeydiyyatı sistemidir. Əgər sizin Şanxay hukukunuz yoxdursa, övladınız şəhərdəki ən yaxşı məktəblərə gedə bilməz və tibbi xidmətlərdən tam yararlana bilməz. Buna görə də Şanxay qeydiyyatı olan bir valideyn başqa şəhərdən gələn və milyoner olan bir namizədi sırf hukuku yoxdur deyə rədd edə bilər. Bəs gənclər bu vəziyyətə nə deyir? Çox vaxt onların bu bazarlardan xəbəri belə olmur. Hətta öyrəndikdə bunu böyük bir utanc və təhqir hesab edirlər. Buna baxmayaraq, bu bazarlarda real uğur faizi çox aşağıdır. Günün sonunda minlərlə çətir açılsa da, çox az gənc bu yolla xoşbəxtlik tapır. Amma bu parklar bizə Çin cəmiyyətinin daxili gərginliyini, iqtisadi təzyiqləri və valideynlərin övladları üçün keçirdiyi sonsuz narahatlığı ən çılpaq şəkildə göstərir. Bəs siz necə düşünürsünüz? Valideynlərinizin sizin üçün bu vasitə ilə həyat yoldaşı axtarmasını istərdinizmi? Şərhlərdə fikirlərinizi bizimlə bölüşün. Videonu bəyənməyi və bu kimi maraqlı mədəniyyət araşdırmalarından xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.